Birinci dərs. Allahullezî halaqas-semâvâti vel-arda ve mâ beynehumâ fî sitteti eyyâm. Allah o kəsdir ki, göyləri və yeri və bu ikisi arasında olan hər şeyi 6 gündə yaratdı. Səcdə surəsi, ayə 4. Əziz uşaqlar və yeniyetmələr, artıq siz böyümüsüz. Ona görə də düşünməyi və dünyada olan bir çox hadisələrin səbəbini dərk etməyi bacarırsınız. Ətrafınızda olan hər şeyin və hər bir hadisənin özünə məxsus bir səbəbi olduğunu dərk edirsiniz. Əgər anavız yemək bişirməsə, çox ehtimal ki, dadlı yemək yeyə bilməyəcəyinizi bilirsiniz. Deməli, sizin dadlı və isti yemək yeyə bilməyinizin səbəbi mehriban anavızın varlığıdır. Əgər atavız evə yeməli ərzaqlar almazsa, ana da bişirmək üçün heç nə tapmayacaqdır. Deməli, ananın nəsə bişirə bilməsinin səbəbi də atanızın vücududur. Atanın ərzaq ala bilməsinin səbəbi isə işləyib pul qazanması və dükandan o ərzaqları alıb evə gətirə bilməsidir. Dükanda isə yeməli ərzaqların tapılmasının səbəbi yaşadığımız dünyanın üzərində bir çox bitkilərin bitməsi, meyvələrin və taxıl kimi məhsulların yetişmiş olmasıdır. Bu gözəl və növbənöv yeməli ərzaqların yetişdiyi torpağı isə yaradan və yağış yağdıraraq bitkiləri düzəldən səbəb isə hər şeyin yaradıcısı olan uca Allahdır. Deməli, sizin yemək yeyə bilməyinizin əsas səbəbkarı məhz gözə görünməz və tək olan Allahdır. Sizi, ananı, atanı, babanı, nənəni və bütün insanları yaradan odur. Təbiətdə gördüyünüz bütün heyvanları da yaradan odur. Göydə cəhcəh vuraraq uçan quşları, 4 ayaq üstə gəzən növbənöv heyvanları, ilan kimi yerdə sürünərək hərəkət edən canlıları və suda üzən bütün balıqları ən gözəl formada yaradan Allahdır. Hündürlüyü yüzlərlə metrə çatan dağları, gözümüzün görə bilmədiyi qədər dərin olan dənizləri, axan çayları, sərin suyu olan bulaqları, ağaclarla örtülmüş meşələri və saymaqla bitməyəcək qədər bir çox nemətləri tək olan Allah yaratmışdır. Fəsilləri yaradan, günəşi və ayı hərəkət etdirən, beləliklə dünyaya nizam-intizam verən uca Allahdır. O, səbəblər səbəbidir və ilk səbəbdir. Onun tayı bərabəri yoxdur. Yəni sizin təsəvvür edə biləcəyiniz hər şeydən daha ucadır. Biz insanların zehni və təsəvvür gücü onun nicəliyini dərk etməkdə acizdir. Çünki bizim zehnimiz yalnız hiss edilən əşyaları və cisimləri dərk edə bilir. O isə əsla cisim deyildir. Onun şəriki və misalı yoxdur. O təkdir və yeganə varlıqdır ki, köməyə ehtiyacı yoxdur. Onun heç kimə, heç nəyə ehtiyacı yoxdur. Yəni Allah ehtiyacsızdır. Onun bizim kimi övladı, qızı və ya oğlu yoxdur. Olması da mümkün deyildir. Allah hər şeydən xəbərdardır. Bizim etdiyimiz bütün işləri görməkdədir. Lakin görmək və bilmək üçün gözə ehtiyacı yoxdur. O bizim qəlbimizdən keçənləri də bilir. Çünki bizi yaradan, bizə göz, qulaq, ağıl və qəlb verən elə odur. Ağlımızla onun var olduğunu və hər şeyi idarə edən əzəmətli bir sultan olduğunu dərk edirik. Allahın yaratdığı və bizim ixtiyarımızda qoyduğu təbiətdəki nemətləri görüb düşündükcə, onun bizə qarşı mehriban olduğunu və daim bizə yaxşılıq etdiyini başa düşürük. Ata-ana kimi bizi çox sevən insanları yaradan, bizə göz, qulaq və ağız verən, təbiətdəki gözəllikləri bizim üçün hazırlayan və bizə qarşı mehriban olan yeganə Allah necə də gözəldir. O sevilməyə ən layiq olandır. Hər bir gözəllik onun yaratdığıdır və bütün gözəl sözlər ona aiddir. O həmişə olmuşdur və həmişə olacaqdır. İxlas surəsi 2-ci ayədə buyurur, Allahu-Saməd, yəni Allah ehtiyacsızdır. Şura surəsi 11-ci ayədə buyurur, Leysə kəmithlihi şəy və huvəs-səmi'ul bəsir. Onun heç bir bənzəri yoxdur və o eşidəndir, görəndir. Həmçinin Hədid surəsinin 5-ci ayəsində buyurur, Ləhu mulkus-səmavati vəl-ərz və iləllahi turca'ul umur. Göylərin və yerin mülkü ona məxsusdur və bütün işlər ona qayıtmaqdadır. İkinci dərs. Vəllezîne âmenû əşəddu hubben lillah.
Bəqərə surəsi 165-ci ayədə Allah belə bir cümlə buyurur: Və iman gətirən insanlar Allahı daha şiddətli şəkildə sevirlər. Əziz uşaqlar və yeniyetmələr, siz də görmüsünüz ki, bəzi uşaqlar və hətta böyüklər hansısa məşhur bir insanı çox sevirlər. Onu dəstəkləyir, şəkillərini alıb evin divarına vurur və sevdikləri insanın həyatını həmişə diqqətlə izləyirlər. Sevilməkdə olan bu məşhur insanın bir futbolçu və ya idmançı, yaxud müğənni və ya yazıcı, yaxud da dövlət başçısı və ya imkanlı iş adamı olması mümkündür. Digər insanların onları çox sevməsinin səbəbini araşdırdıqda bir həqiqəti görürük. Sevən insanlar sevdikləri şəxslərdə bir üstünlük görürlər və onlar kimi olmaq istəyirlər. Əgər onları üstün görməsəydilər, niyə görə ona pərəstiş edərcəsinə sevəydilər? Bundan əlavə hər bir insan öz mehriban anasını xüsusi məhəbbətlə sevməkdədir. Çünki anamızdan gördüyümüz qayğı və nəvazişi heç kimdən görməmişik. Anamız bizi laylay oxuyaraq böyütmüş və öz canının bir parçası kimi bəsləmişdir. Hər zaman ana diqqətini və ana mərhəmətini gördüyümüz üçün onu heç kimə dəyişmərik. Lakin mühüm sual budur ki, anamızın qəlbində bizə qarşı mövcud olan dərin məhəbbəti və bizə qarşı şiddətli mərhəməti onun qəlbinə kim qoymuşdur? Şübhəsiz ki, hər şeyin yaradıcısı olan uca Allah anaların qəlbinə övlad məhəbbətini salmış və onların ruhunu bizə qarşı şəfqətli qərar vermişdir. Ana qəlbində olan şəfqət və mərhəmət uca Allahın biz insanlara qarşı olan mehribançılığının çox kiçik bir hissəsidir. Anamız bizi körpəlikdən laylay deyib yatıran kəsdir. Uca Allah isə bizə yatmağı və dincəlməyi bəxş edəndir. Anamız alma və çiyələk kimi meyvələri yuyub bizə verəndir. Uca Allah isə meyvələri yaradan xaliqdir. Anamız bizə süd verən, yemək bişirən və bizi daim qorumağa çalışan biridir. Uca Allah isə anamıza güc, qüvvət əta edən və hər zaman ona yardım göstərən varlıqdır. Anamızın yatdığı və ya məşğul olduğu zamanda, həmçinin hər bir zaman bizi qoruyan uca Allahdır. Bizi və anamızı yaradan Allahdır. Biz onun nimətlərini yeyir və içirik. Onun yaratdığı yerin üzərində gəzib dolanırıq və onun verdiyi güc ilə işlərimizi həyata keçiririk. Belə isə bu qədər neməti bizə hədiyyə edən və anamız kimi birini bizim xidmətimizdə qərar verən uca Allah sevilməyə daha çox layiq deyildirmi? Bizə sonsuz sayda yaxşılıqlar edən Allah təşəkkür edilməli və sevgi ilə itaət olunmalı varlıq deyildirmi? Şübhəsiz ki, Allaha iman gətirmiş möminlər onu daha şiddətli şəkildə sevirlər. Çünki onun yaxşılıqlarını və onun hədiyyələrini görürlər, utanırlar və sevgi ilə ona bağlanırlar. Uca Allahın ən üstün varlıq olduğunu, onun qüdrət və əzəmətinin sonsuzluğunu, Allahın qəzəbinin şiddətini və onun məhəbbətinin şirinliyini hiss edən möminlər Allah qarşısında səmimi qəlbi ilə səcdə edirlər. Allahı sevən və bütün qəlbi ilə ona bağlanan insan ən zəngin insandır. Belə ki, biz Səcdə surəsinin 16-cı ayəsində belə oxuyuruq. Tətəcəfa جنوبهم عن المزاجع يدعون ربهم خوفا وطمعا ومما رزقناهم ينفقون. Onlar, yəni möminlər, Allahı sevən insanlar, gecə vaxtı yataqdan qalxaraq, qorxu və ümid ilə öz Rəblərinə dua edərlər və onlara verdiyimiz ruzidən infaq edərlər. Yəni ehtiyaclı insanlara paylayarlar. 3-cü dərs. Nəbbi ibadi ənni ənəl qafurur rəhim və ənə əzabi huvəl əzabul əlim. Uca Allah Teala Hicr surəsinin 49 və 50-ci ayələrində belə buyurur: Xəbər ver bəndələrimə ki, həqiqətən mən qafur və rəhiməm, yəni bağışlayan və rəhimliyəm. Həqiqətən mənim əzabım çox ağrılı əzabdır. Əziz uşaqlar və yeniyetmələr, Uca Allahın öz müqəddəs kitabında bizə buyurduğu 2 ayəni və 2 əsas xəbəri oxudunuz. Biz bu 2 xəbəri və xatırlatmanı hər zaman yadda saxlamalıyıq və heç zaman unutmamalıyıq. Birinci xəbər budur ki, yeri və göyləri yaradan əzəmətli Allah bağışlayan və rəhimlidir. Biz uca Allahı mərhəmətli kimi tanımalıyıq.
Qüdrətli və yenilməz qüvvət sahibi olan Allah bəndələrinə qarşı mehribandır, rəhimlidir və onların günahlarından keçəndir. Heç zaman Allahın rəhmətinə qarşı ümidsiz olmamalıyıq. Bu, düşmənimiz şeytanın vəsvəsəsidir ki, bizi uca Allaha qarşı naümid etmək istəyir. Nə qədər səhv etsək və xətalara yol versək də, sonda ürəkdən peşman olub və bir daha günaha qayıtmamaq şərti ilə Allahdan bağışlanmaq istəsək, rəhimli Allah bizi bağışlayar və günahlarımızdan keçər. Çünki o, bizə qarşı çox mehriban və rəhimlidir. Lakin biz insanlar rəhimli Allahın mehribançılığına ümidvar halda bilərəkdən və utanmazcasına günahlar edib, sonra tövbə edərəm desək, bu çox yanlış və böyük xətadır. Uca Allahın rəhmətinə ümidvar olduğumuz kimi, onun ağır əzabından da qorxmalıyıq. Heç zaman özümüzü Allahın qəzəbindən amanda görməməliyik və bilməliyik ki, şeytan və onun ordusu bizi pis işlər görməyə çəkərək Allahın qəzəbinə səbəb olmağımızı istəyir. Uca Allahın qəzəbi isə çox ağırdır və onun əzabı çox qorxuludur. Fir'onu dəryada batıran, Ad və Səmid qövmlərini məhv edən, güclü sultan olan Əbrəhəni fillərdən ibarət qoşunu ilə birgə həlak edən və Lut peyğəmbərin azğın qövmünü dəhşətli şəkildə cəzalandıran qüdrətli Allahın cəzası və əzabı dözülməzdir. Axirətdəki cəhənnəm odu isə Allahın qəzəbinin nəticəsidir ki, onun qəzəbinə insanların günahları səbəb olmaqdadır. Deməli, biz də günah işlər görməkdən uzaq durmalı və Allahın əzabından amanda qalmaq üçün yaxşı işlər görməliyik. Bütün qəlbimizlə Allaha iman gətirsək, onun bəxş etdiyi nemətlərin haqqında düşünüb çoxlu şükr etsək və günah işlərdən çəkinsək, Allahın əzabından amanda qalarıq. Və belə ki, Nisa surəsinin 147-ci ayəsində Allah buyurur: "Ma yef'alullahu bi'azabikum in şekertum ve amantum ve kanallahu şakiran alima." Əgər şükür etsəniz və iman gətirsəniz, axı niyə görə Allah sizə əzab versin? Allah şakir və əlimdir, yəni sizin şükürlərinizi qəbul edən və hər şeyi biləndir. Və həmçinin Allah İbrahim surəsi 7-ci ayədə buyurur: وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ. O zaman ki, Rəbbiniz elan edib buyurdu, əgər şükür etsəniz, sizin üçün nemətləri artıracam. Əgər küfr etsəniz, bilin ki, həqiqətən mənim əzabım çox şiddətlidir. 4-cü dərs. Allah Teala Bəqərə surəsinin 30-cu ayəsində belə bir cümlə buyurur: "Və iz qala rabbuka lil mələikəti inni ca'ilun fil ardı xalifə." O zaman ki, Rəbbim mələklərə belə buyurdu: "Həqiqətən mən yer üzündə xəlifə qərar verəcəm." Və həmçinin həmin surənin Bəqərə surəsinin 36-cı ayəsində Allah belə buyurur: "Fəəzəlləhumə şeytanu anhā فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ." Nəticədə şeytan onları, yəni Adəm və Həvvanı aldadaraq azdırdı. Ardınca hər ikisinin olduqları yerdən, yəni o behişdən və uca məqamdan çıxmasına səbəb oldu. Əziz uşaqlar və yeniyetmələr, uca və ən gözəl yaradıcı olan Allah biz insanları bir qadın və bir kişidən yaratmışdır. Yəni ilk insan və ilk kişi bizim ən qədim babamız Həzrəti Adəm olmuşdur. Onun xanımı və ilk qadın isə Həvva xanım idi. Deməli, bizim ən qədim nənəmiz Həvva xanımdır. Bu iki insandan isə çoxlu digər insanlar dünyaya gəlmiş və nəsillər bir-birini əvəz etdikcə yer üzündə insanların sayı artmış və çoxalmışdır. Nəticədə bütün insanlar bir kişi və bir qadından yaranmışdır. Bu isə o deməkdir ki, insanlar bir-biri ilə eynidir və sırf yaranışına görə bir şəxsin digərindən heç bir üstünlüyü yoxdur. Dərimizin rənginin və ya danışıq dilimizin fərqli olması, yaxud hansısa bir insanın zahirdə gözəl, digərinin isə ona nisbətən çirkin olmasının heç bir əhəmiyyəti yoxdur. Və bu kimi hallar bir insanı digərindən üstün etmir.
Üstünlük yalnız uca Allahdan qorxmaqla və ona itaət etməklə əldə olunur. Oxuduğunuz Bəqərə surəsinin 30-cu ayəsində Allah biz insanların ən qədim babası olan Həzrəti Adəmi yer üzündə xəlifə yaratdığını bildirir. Uca Allah biz insanları bu yer üzündə yüksək vəzifə sahibi kimi yaratmışdır. O bizə çox dəyər vermişdir. Bizi kəramətli və üstün etmişdir. Yer üzündə bizə imkanlar vermiş, digər canlıları bizim üçün ram etmiş və bizə çoxlu nemətlər əta etmişdir. Beləcə biz yer üzündə xəlifə və canişin olmaq istedadına sahibik. Xəlifə olmağın tələbi isə uca Allaha itaət etmək, qatı düşmənimiz olan şeytandan uzaq durmaq və yalnız Allahın buyurduğu sözləri yaşatmaqdır. Bunu isə uca Allahın seçdiyi xüsusi insanlar, yəni peyğəmbərlər və imamlar həyata keçirmişdir. Deməli, biz də yer üzündə Allahın hökmlərini öyrənməli, onlara əməl etməli və Allahın göstərişlərini hər yerdə yaşatmalıyıq. Şeytan isə Allahın əmrindən çıxmışdı. Ona üsyan edərək üstün dərəcədən məhrum olmuşdu və ilahi dərgahdan qovulmuşdu. Allahın əmri əsasında Həzrəti Adəmə səcdə etmədiyi üçün qovulan şeytan, Adəmə və onun övladları olan biz insanlara düşmən kəsildi. O, bizim açıq aşkar düşmənimizdir. Allah Həzrəti Adəmə və Həvva xanıma cənnətdə istədiyi hər şeydən yeməyə icazə vermişdi və yalnız bircə ağaca yaxın durmamağı tapşırmışdı. Lakin bizə düşmən olan şeytan onları aldatdı. Onlara yaxınlaşaraq özünü yaxşı biri kimi göstərdi və güya Adəm ilə Həvvanın da xeyrini istədiyini bildirdi. Onlara yalandan and içdi və uca Allahın əmrini onlara pis bir iş kimi təqdim etdi. Onlara yalançı vədlər verdi və o ağaca yaxınlaşmaqla heç vaxt ölməyəcəklərini, tükənməz mülkə sahib olacaqlarını söylədi. Şeytana aldanıb o ağaca yaxınlaşan Həzrəti Həvva və Adəm əleyhissalam cənnətdən çıxarıldı. Baxın və diqqət edin əziz uşaqlar. Şeytanın xasiyyəti budur. Şeytanın hilələri bu cürdür. O biz insanları belə yalancı sözlər və yalancı vədlərlə aldatmaq istəyir. Uca Allah barədə bizi pis fikirlərə doğru çəkir. Allah bizi yer üzündə üstün dərəcədə yaratsa da, şeytan özü qovulduğu kimi bizi də yüksək məqamdan ayırmaq istəyir. Həzrəti Adəm və Həvvanı aldadaraq onların cənnətdən çıxmasına səbəb olan şeytan bizi də həmişə Allahdan və gözəl işlərdən uzaqlaşdırmaq istəyir. Elə isə uca Allahın əmrlərini öyrənməli və onlara əməl edərək şeytandan uzaq durmalıyıq. Yaddan çıxarmamalıyıq ki, şeytan və onun ordusu hər zaman bizi aldatmaq istəməkdədir. Və biz Allaha söykənərək onun göstərişlərinə əməl etsək, şeytanı məğlub edərik. Və Allah Yasin surəsinin 60-cı ayəsində belə buyurur: Ələm əhəd iləykum ya bəni Adəm ən la ta'budu şeytan innəhu ləkum aduvvun mubin. Ey Adəm övladları, məgər mən sizinlə əhd bağlamadım ki, yəni sizə tövsiyə etmədim ki, şeytana ibadət etməyin, yəni ona tabe olmayın. Həqiqətən o sizin açıq aşkar düşməninizdir. 5-ci dərs. Allah Teala Vaqiə surəsinin 49 və 50-ci ayələrində belə buyurur: Qul innal əvvəlin vəl-əxirin ləməcmu'un ilə miqati yevmin ma'lum. Onlara de ki, həqiqətən əvvəldə və axirdə olanların hamısı məlum bir günün, yəni qiyamət gününün müəyyən vaxtında toplanacaqlar. Əziz uşaqlar və yeniyetmələr, bizi var edən və bizə eşitmək üçün qulaq, görmək üçün göz, düşünmək üçün ağıl verən uca Allahın hər bir işi hikmətlidir. Yəni o heç bir zaman əbəs və mənasız iş görməz. Onun bütün işləri dərin hikmətə söykənməkdədir. Üzərində yaşadığımız bu dünyanın bir çox nemətlərini bizim üçün ram edən uca Allah biz insanları boş yerə yaratmış ola bilməz. Əksinə, mütləq bir zərurətdir ki, Allah bizi ali bir məqsəd üçün yaratmışdır. Bu ali məqsəd ona itaət edib şeytandan uzaq durmaqdır. Şeytandan uzaq olub ona ibadət etməkdir. Beləcə ruhumuzla ucalmaq,
kamilliyə yetişmək və mələklərdən də üstün məqama çatmaq bizim üçün gözəl bir dəyərdir. Allahın razılığını qazanmaq və Allahın yanında üzü ağ olmaq üçün insan çalışmalıdır və bu insan üçün ən böyük dərəcədir. Əgər bir insan bu gözəlliklərə çatmaq üçün çalışmazsa və şeytana tabe olaraq Allahdan uzaqlaşarsa, o dörd ayaqlı heyvandan da aşağı birinə çevriləcəkdir. Yəni, şeytana tabe olan insan öz kəramətini və üstünlüyünü əldən verib heyvandan da aşağı səviyyəyə düşəcəkdir. Nəticə olaraq başa düşürük ki, dünyaya gəlmiş insanın iki seçimi vardır. Ya uca Allaha ibadət edib ucalmaq və yaxud şeytana tabe olub alçalmaq. Bu ikisi arasında heç bir yol yoxdur. İnsan bu dünyada ya ucalacaqdır, ya da alçalacaqdır. Qiyamət günündə bütün insanlar yenidən dirildiyi zaman hər kəs öz məqamını görəcəkdir. Həzrəti Adəmdən başlanmış ən son insana kimi hər kəs uca Allahın ağır məhkəməsinin bərpa olacağı gün yenidən diriləcəkdir. Əbədi həyatın necəliyini təyin edəcək o sorğu-sual və misli görünməmiş haqq hesab günü bir çox üzlər qaralacaqdır. Dünyada ucalmağı bacarmayan və heyvandan da aşağı dərəcəyə düşən zalım, cinayətkar və haqsız insanlar cəhənnəm əzabını görəcəkdir. Heç zaman qorxmadıkları şəkildə qorxacaq və o ağır əzabdan qurtulmaq üçün hər şeyi fəda etməyi istəyəcəklər. Lakin xeyri olmayacaqdır. Onları qaynar su və irin ilə qidalanmağa, zərrə sərinlik olmayan yandırıcı cəhənnəmdə əsrlər boyu qalmağa və ölmək istəsələr də ölə bilməyib əzab çəkməyə məcbur edəcəklər. Digər tərəfdə isə Allaha ibadət edərək ucalmış insanlar olacaqdır. Onlar qiyamət günündə öz uca məqamlarını görərək sevinəcəklər. Nemətlərlə və növbənöv meyvələrlə dolu, altından çaylar axan bağlara son dərəcə sevinclə daxil olacaqlar. Əbədi xoşbəxtliyin sevinci onların ruhunu bürüyəcəkdir. Dünyada başlarına gəlmiş halları xatırlayacaq və Allahın çoxlu yaxşılıqlar edən rəhimli bir yaradıcı olduğunu iqrar edəcəklər. Necə də gözəl haldır və necə də şirin başlanğıcdır. Bu iki zümrədən əlavə qiyamətdə bəzi insanların özlərinə məxsus halları da olacaqdır ki, bu barədə gələcəkdə Allahın izni ilə öyrənərsiniz. Həqiqətən Allah yanında olan nemətlər daha xeyirlidir və əbədidir. Bu dünyada bizə verilənlər isə keçici və müvəqqətidir. Elə isə əziz uşaqlar, bu fani və tez gəlib keçən dünyanın mal-mülkünə, şöhrətə və şeytanın hilələrinə aldanmayın. Əks halda dəhşətli peşmançılıqla sonlanan axirətdəki bədbəxtliklə üzləşərsiniz. Odur ki, uca Allah Teala Nəhl surəsinin 46-cı ayəsində buyurur: "Ma indekum yanfad və mə indəllahi baq." Yəni sizin yanınızda olan hər şey yox olacaqdır və Allah yanında olan şeylər isə baqidir. Yəni həmişə qalıcıdır, sonu yoxdur. Həmçinin uca Allah Ə'la surəsinin 16-cı və 17-ci ayələrində buyurur: "Bəl tu'thirunəl həyətəd-dunya vəl-əxirətu xeyrun və əbqa." Lakin siz dünya həyatını üstün tutursunuz, halbuki axirət daha yaxşı və daha çox baqidir, yəni qalıcıdır. 6-cı dərs. وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ. Uca Allah Maidə surəsinin 27-ci ayəsində buyurur: "Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərinin isə qəbul olunmamışdı. Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə demişdi: Səni mütləq öldürəcəyəm. Habil ona belə cavab vermişdi: Allah yalnız müttəqilərdən qəbul edər." Əziz uşaqlar və yeniyetmələr, İlk insan və ən qədim babamız olan Həzrəti Adəmin Habil və Qabil adında iki oğlu var idi. Qabil yaşca Habildən böyük idi. Lakin Habil uca Allahdan qorxmaqda,
Ona şükür və itaət etməkdə, bir sözlə təqva cəhətindən qardaşı Qabildən daha üstün idi. Təqvalı insana müttəqi deyirlər. Təqva, yəni uca Allahdan qorxmaq və onun qadağan etdiyi pis işlərdən uzaq durmaqdır. Habil müttəqi bir insan idi. Həzrəti Adəm hər iki oğlunu çox istəyirdi, lakin Habilin dərəcəsi xüsusi idi. Aralarında yaranan mübahisəli bir məsələdən sonra Habil ilə Qabil öz atalarına müraciət etdilər və problemi həll etməsini ondan istədilər. Həzrəti Adəm uca Allahın əmri əsasında onların hər birindən qurbanlıq gətirməsini tələb etdi. Hər ikisi qurbanlıq gətirdikdən sonra isə nəticə Habilin xeyrinə oldu və Qabilin qurbanlığı qəbul edilmədi. Buna dözə bilməyən və kiçik qardaşı Habilə həsəd aparan Qabil onu öldürmək qərarına gəldi. Maidə surəsinin 27-ci ayəsində oxuduğumuz kimi, Qabil öz qərarını qardaşı Habilə də söyləmişdi. Habil isə onun cavabında buyurmuşdu ki, Allah yalnız müttəqi insanlardan qəbul edir. Qabil öz qardaşının ondan üstün olmasını qəbul edə bilmədi. Ona paxıllıq etdi və həsəd apardı. Beləliklə haram iş gördü və ilk öncə özünə zülm etmiş oldu. Paxıllıq edən və başqasına həsəd aparan insan ilk növbədə özünü əziyyətə salmış olur. Zehninin rahatsızlığı və qəlbinin sakitsiliyi aradan qalxır. Özünü narahat hiss edir və Allaha şükr etmək kimi gözəl bir nemətdən tədricən uzaqlaşır. Yəni paxıl insan get-gedə bədbəxt olur. Qabil də həsəd üzündən və qardaşına etdiyi paxıllığa görə rahat deyildi. Qəlbinin narahatsızlığı çox idi və beləcə düşmənimiz şeytanın vəsvəsəsinə aldanaraq öz gözəl qardaşını qətlə yetirdi. Bu işdə ilk günahı həsəd və paxıllıq oldu. İkinci günahı isə Habili öldürməklə gerçəkləşdi. Çox bir böyük yanlışlığa yol verdi. Çox böyük bir yanlışlıq etdi. Uca Allahın ona verdiyi nemətlərə görə şükr etmək əvəzinə Habilə həsəd apardı və nəticədə ağır cinayəti həyata keçirtdi. Tarixə ilk qatil və ilk cinayətkar insan kimi adı düşmüş Qabil öz paxıllığınınəsirinə çevrilmişdi. 1000 illər sonra biz onu yaxşı xatirə ilə yad edə bilmirik. Əksinə, onu xoşagəlməz və bəyənilməyən bir formada xatırlayırıq. Çünki o, uca Allaha şükür etməmişdi, onun əmrinə tabe olmamışdı və qardaşına paxıllıq etmişdi. Elə isə əziz uşaqlar, heç vaxt heç kimə qarşı həsəd aparmayın. Başqasında olan və sizin sahib olmadığınız şeylərə görə heç kimə paxıllıq etməyin. Mehriban Allahın sizə verdiyi nemətlərə görə ona çoxlu şükür edin. Dəqiqliklə və əminliklə bilin ki, sizdə olan bir çox şeyə sahib olmayan uşaqlar vardır. Atası və ya anası olmayan, gözü görməyən və ya qulağı eşitməyən uşaqlar vardır. Yaxud evi olmayan və bəzən yeməyə bir qida belə tapa bilməyən insanlar vardır. Daim öz əlinizdə olanlara diqqət edin və o nemətlərə sahib olmayan insanları yada salın. Hər zaman uca Allaha şükür və təşəkkür edin ki, paxıllıq kimi pis əməli özünüzdən uzaqlaşdırasınız. Uca Allah Bəqərə surəsinin 152-ci ayəsində buyurur: "Fəzkuruni əzkurkum vəşkuruli və la təkfurun." Elə isə məni yada salın ki, mən də sizi yad edim və mənə şükür edin və küfür etməyin. 7-ci dərs. Və mən yuti'allaha və rəsul فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا. Uca Allah Nisa surəsi 69-cu ayədə buyurur: Allaha və Rəsuluna itaət edən insanlar, bax onlar Allahın nemət verdiyi peyğəmbərlər, siddiqlər, şahidlər və salihlərlə birgə olanlardır. Onlar necə də gözəl dostdurlar. Əziz uşaqlar və yeniyetmələr, hər bir insanın dosta və yoldaşa ehtiyacı vardır. İnsan sosial və ictimai varlıqdır. Yəni onu digər insanlardan ayırmaq və dost-tanışsız qoymaq mümkün deyildir. Digər şəxslərlə ünsiyyətdən məhrum olan insan daşla, divarla və ya öz zehnində təsəvvür etdiyi şəxslə danışacaqdır. Çünki insan dosta və ünsiyyətə ehtiyaclıdır.
Dost seçdiyimiz və ünsiyyət qurduğumuz insanların kim olduğu isə çox mühümdür. Hər bir insanın digərinə təsiri vardır. Pis insan öz pisliklərini digərinə ötürür. Yaxşı insan isə öz gözəl ab-ı havası ilə dostuna müsbət təsir edir. Əgər dürüst bir insan yalancı adamla çox ünsiyyət qurub dostluq edərsə, sonda o da yalan danışmağa başlayacaqdır. Və ya əksinə, o yalancı adam doğrucul dostunun təsirinə düşəcək və yalan danışmağı tərk edəcəkdir. Oğru olan şəxs öz dostunu oğru etməyə çalışır. Eyni ilə həmin cür səxavətli insan da öz dostunu xeyirli işlərə dəvət edir. Bir sözlə hər kəs öz xasiyyətinə uyğun hərəkət edir və çox zaman insanlar öz bənzərinə meyl edir. Özü kimi biri ilə dostluq edir və xasiyyətləri oxşar olan insanlar bir-birinin dostuna çevrilir. Əziz uşaqlar və yeniyetmələr, yuxarıda qeyd etdiyimiz həqiqətləri heç zaman unutmayın. Yaşa dolduqca bu həqiqətləri daha yaxşı dərk edəcəksiniz. Lakin indidən öz dostlarınızı düzgün seçin. Uca Allahı tanıyan, ona itaət edən və peyğəmbərləri sevən insanlarla dostluq edin. İmamlarımızın həyatını öyrənən, düz söz danışan və yalançılıqdan uzaq olan, şeytana düşmən olan və insanları düz yola çağıran şəxsləri özünüzə dost seçin. Salih və yaxşı işlər görməyə çalışan, günahlardan uzaq duran dostlarla ünsiyyət qurun. Müttəqi olan dostlarla vaxt keçirin ki, dünya və axirətdə xoşbəxt olasınız. Allaha itaət etməyən, yalan danışan və günah işlər görən insanları düz yola çağırın. Əgər qəbul etməsələr və pis işlərinə davam etsələr, onlardan uzaqlaşın. Unutmayın ki, pis insanlarla dostluq etmək sonda çox acı bir peşmançılıqla bitir. Sonraki peşmançılığın isə bir faydası olmur. Uca Allah Zuhruf surəsinin 67-ci ayəsində belə buyurur: Əl-əxilləu yevməizin bə'zuhum li bə'zin aduvvun illəl muttəqin. Yəni o gün, qiyamət günü müttəqilərdən başqa bütün dostlar bir-biri ilə düşmən olacaqlar. Və həmçinin Uca Allah Furqan surəsinin 28-ci ayəsində buyurur: Ya veylətə ləytəni ləm ətəxiz fulanən xəlila. Vay olsun mənə, ey kaş, dünyada ikən kafir və günahkar biri olan filan kəsi özümə dost seçməzdim. 8-ci dərs. Laqad ca'akum rasulun min anfusikum azizun alayhi ma anittum harisun alaykum bil mu'minina raufur rahim. Tövbə surəsinin 128-ci ayəsində Allah belə buyurur: Həqiqətən sizə mələklərdən və cinlərdən deyil, özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır. O sizin iman gətirməyinizi və kəmala çatmağınızı çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır. Həmçinin Uca Allah Qələm surəsi 4-cü ayədə belə buyurur: Və innəkə lə'alə xuluqin azim. Həqiqətən sən, ey Peyğəmbər, əzəmətli bir əxlaq üzərindəsən, yəni böyük əxlaqa sahibsən. Əziz uşaqlar və yeniyetmələr, Uca Allahın bizə göndərdiyi elçilər olan peyğəmbərlərin ən sonuncusu və ən üstünü, seçilmiş əziz peyğəmbərimiz Həzrəti Muhammed Səlавatullahi aleyh çox gözəl və nümunəvi əxlaqa sahib idi. O, Uca Allahdan çox qorxardı və Allahdan başqa heç kimdən qorxusu yox idi. Gecələr Allaha ibadət edər və onun razılığını hər şeydən üstün tutardı. Uşaqlıq dönəmindən yetim qalmış və ata-anasız böyümüş əziz peyğəmbərimiz yetim uşaqlara qarşı çox mehriban idi. Ona verilən əmanətləri qoruyardı və hər zaman düz danışardı. Heç zaman əmanətə xəyanət etmədiyi və daim düzgün danışdığı üçün ona əmin deyirdilər, yəni əmanətdar və doğrucul insan. Səxavətli və əli açıq bir insan idi. Eyni zamanda çox təvazökar və sadə qəlbə sahib biri idi. Onu daha çox tanıdıqca sevməmək mümkün deyildir. Həzrəti Muhammedin həyatını və əxlaqını oxuduqca onun necə əzəmətli bir şəxsiyyət olduğunu və görürük və onu daha da çox sevirik.
O həzrət əlinə qüdrət keçdiyi zaman əvvəlki təvazökarlığını itirməmişdi. Daim ədalət və mərhəmət əsasında insanlarla rəftar edirdi. Öz şəxsi məsələlərində yumşaq və bağışlayan biri idi. İnsanlara salam verərdi və hər kim onu öz süfrəsinə dəvət etsəydi, hətta kasıb süfrəsi olsaydı və orada bir neçə xurmadan başqa heç nə olmasaydı belə, həmin dəvəti yenə də qəbul edərdi. Peyğəmbərimizin təvazökarlığını göstərən bir neçə əlaməti də bunlar idi ki, o həzrət palansız ulağa minirdi, keçini öz əli ilə sağırdı, uşaqlara daim salam verirdi, yundan olan bir paltar giyinirdi və bu xüsusiyyətlərin özündən sonra da daim yaşamasını istəyirdi. Gəlin, əziz Peyğəmbərimizin sadəliyini göstərən bir rəvayət ilə sözümüzü bitirək. Rəvayət olunur ki, Müntəhəl Amal kitabının 1-ci cildinin 18-ci səhifəsində Peyğəmbər səfərdə idi. Yemək üçün bir qoyun kəsilməsini əmr etdi. Yoldaşlarından biri dedi, onu kəsmək mənim boynuma. Başqası dedi, dərisini soymaq da mənim boynuma. Başqa biri isə dedi ki, xörəyi bişirmək də mənim öhdəmdədir. Beləcə hər kəs bir işi öz boynuna götürdü. Peyğəmbər isə belə buyurdu. Elə isə ocaq qalamaq üçün odun yığmaq da mənim boynuma. Dedilər, ey Allahın Peyğəmbəri, biz özümüz odun yığacağıq. Daha sizin zəhmət çəkməyinizə ehtiyac yoxdur. Həzrət isə belə buyurdu. Bilirəm, amma özümü sizdən üstün saymaq istəmirəm. Çünki Allah Teala özünü başqalarından üstün sayan bəndəni sevmir. Və Əhzab surəsi 21-ci ayədə uca Allah belə buyurur. لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا. 9-cu dərs. Uca Allah Maidə surəsi 55-ci ayədə belə buyurur. İnnəmə vəliyyukumullahu və rasuluhu vəllezine amenullezine yuqimunəs-salah və yu'tunəz-zəkətə və hum raki'un. Sizin vəliyiniz, yəni rəhbəriniz, yalnız Allah və onun rəsulu və həmçinin o kəslərdir ki, iman gətirib namaz qılırlar və ruku halında ikən zəkat verirlər. Əziz uşaqlar və yeniyetmələr, yuxarıda oxuduğunuz mübarək ayənin nazil olması haqqında məşhur Əl-Qədir kitabında 2-ci cild səhifə 52-də qeyd olunmuşdur ki, əziz Peyğəmbərimizin səhabələrindən olan 10 nəfər şəxs belə nəql edir. Bir dilənçi insan məscidə daxil oldu və cəmaatdan kömək istədi. Heç kəs ona bir şey vermədi. Həzrəti Əli əleyhissalam namazda və ruku halında ikən öz üzüyünü ona bağışladı. Bu bəxşişin tərifi üçün Maidə surəsinin 55-ci ayəsi nazil oldu. İbn Abbas, Əmmar Yasir, Cabir ibn Abdullah, Əbu Zər, Ənəs ibn Malik və Bilal kimi tanınmış səhabələrin nəql etdiyi bu rəvayətə əsasən İmam Əli əleyhissalam uca Allahın rəsulundan sonra bütün möminlərin rəhbəridir. Çünki sözü gedən ayədə uca Allah özü və rəsulunun vəlilik, yəni vilayət və rəhbərlik məqamına toxunduqdan sonra məhz İmam Əlinin gördüyü işi mədh edərək onu bizə vilayət sahibi kimi tanıtdırır. Bəli, İmam Əli əleyhissalam uşaqlıq illərindən əziz Peyğəmbərimiz Həzrəti Muhammed sallallahu aleyhi və alihin yanında böyümüşdü. O həzrətdən gözəl təlimlər almış və gözəl əxlaq öyrənmişdi. İslamın ilk günlərindən əlavə müsəlmanların ən ağır dövrlərində də əziz Peyğəmbərimizin yanında olmuşdu. O, müharibələrdə elə bir şücaət və qəhrəmanlıq göstərmişdir ki, heç kəs ona tay ola bilməz. Elminin dərinliyi və bilgisinin çoxluğunda da heç bir səhabə İmam Əliyə bərabər deyildi. O, həm elmli, həm şücaətli, həm də səxavətli biri idi. Həzrəti Muhammedin ən gözəl yetirməsi olduğu kimi, həm də onun canişini idi. Xanımların ən üstün olan Həzrəti Zəhra salamullahi aleyha ilə ailə həyatı qurmuşdu ki, bu pak və bərəkətli evlilikdən İmam Həsən əleyhissalam və İmam Hüseyn əleyhissalam kimi övladlar dünyaya göz açdı.
İmam Əli uca Allahın pak Rəsulü Həzrəti Muhammədə o qədər yaxın idi ki, bunu Musa peyğəmbər ilə qardaşı Harun peyğəmbərin nisbəti kimi hesab edirik. Belə ki, uca Allah Qur'an-ı Kərimin Taha surəsinin ayələrində belə buyurur: وَجَعَلْ لِي وَزِيرًا مِّنْ أَهْلِي هَارُونَ أَخِي أُشْدُدْ بِهِ أَزْرِي وَأَشْرِكْهُ فِي أَمْرِي. Mənim üçün öz əhlimdən bir vəzir qərar ver, qardaşım Harunu. Onunla arxamı möhkəm et və onu işimə şərik et. Taha surəsinin 29, 30, 31 və 32-ci ayələri. Deməli, Həzrəti Harun və qardaşı Həzrəti Musanın həm vəziri, həm dayağı, həm də işlərində onun şəriki idi. Bir sözlə onun canişini idi. Həzrəti Musa olmayan yerdə və zamanlarda Harun peyğəmbərə itaət etmək, eynilə Musaya tabe olmaq kimi idi. Həzrət Haruna itaət edib ona tabe olmaq möminlərə vacib idi. Əziz peyğəmbərimiz İmam Əli haqqında da belə buyurur: Əntə minni bi mənziləti Haruna min Musa illa ənəhu la nəbiyyə bə'di. Yəni, sənin mənə olan nisbətin Harunun Musaya olan mənziləsi, misalı kimidir. Bircə fərq budur ki, məndən sonra peyğəmbər yoxdur. Təfsiri Qumi 2-ci cild 109-cu səhifə və həmçinin Səhih Buxaridə Səhabələrin fəzilətləri kitabının Əli ibn Əbi Talibin fəzilətləri babı. Gördüyünüz kimi, bu hədisdə də Harun peyğəmbər Həzrəti Musanın vəziri, dayağı və işlərində şərik olduğu bəyan olunduğu kimi, İmam Əlinin də Həzrəti Muhammədin vəziri, dayağı və işlərində şərik olduğu bəyan edilir. Sadəcə bir fərq var idi ki, o da Həzrəti Əlinin peyğəmbər olmaması və imam seçilməməsi idi. Çünki peyğəmbərlərin sonuncusu Həzrəti Muhamməddir. Həzrəti Muhammədi sevən şəxs İmam Əlini də sevməlidir. Allah Rəsuluna tabi olan şəxs İmam Əliyə də tabi olmalıdır. Qur'an-ı Kərimə inanan və əməl edən şəxs İmam Əlini özünə rəhbər bilməlidir. 10-cu dərs. Uca Allah Maidə surəsi 12-ci ayədə buyurur: وَلَقَدْ أَخَذَ اللَّهُ مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَبَعَثْنَا مِنْهُمُ 12 نَقِيبًا. Yəni, həqiqətən Allah İsrail oğullarından əhd aldı. Biz onların arasından 12 nəfəri nəzarətçi seçdik. Əziz uşaqlar və yeniyetmələr, istənilən cəmiyyətin bir başçısı olmalıdır. Siz insan cəmiyyətinin hər hansı mühüm və faydalı bir hissəsinə nəzər salsanız, orada bir rəhbər şəxsin olduğunu görəcəksiniz. İstənilən bir ordunun, hər hansı bir fabrikin, hər bir təşkilatın, həmçinin hər bir məktəbin və hətta məhəllənizdə yerləşən ən kiçik bir dükanın da başçısının olduğunu görməkdəsiniz. Təbii ki, bu başçılar bir-birindən fərqlidirlər və adi dükanı işlədən bir şəxslə böyük bir fabriki idarə edən rəhbər şəxsin arasında ciddi fərqlilik vardır. Fabrikin çoxlu işçisi, texniki vəsaitləri və xam mal kimi ehtiyac duyulan tərəflərinin mövcudluğu bu işə rəhbərlik edən şəxsin daha ağır yük daşıdığını bizə göstərir. Ordu başçısı olan şəxsin işi isə daha çətindir və orduya başçılıq edən insanın yükü daha ağırdır. Çünki o insanların və öz əskərlərinin həyatı onun döyüş zamanı verdiyi qərarlardan birbaşa asılıdır. Bu üç misaldan başa düşürük ki, insan cəmiyyətində bütün işlər nizamlı və təyin olunmuş bir başçının nəzarəti altında gerçəkləşir. Ən sadə dükandan başlamış fabrik və ordu kimi mürəkkəb quruluşlarda da rəhbər şəxsə ehtiyac vardır. Deməli, insan cəmiyyəti rəhbər şəxsi olmadan öz nizamını itirəcəkdir. Uca Allah Taala da bir çox peyğəmbərləri və peyğəmbəri rəhbər olaraq təyin etmişdi. Onlar insanlara haqqı göstərirdi və onlara tabe olub itaət etmək digər şəxslərin vəzifəsi idi. Kiçik və ya böyük olmasından asılı olmayaraq onlar cəmiyyətin başçısı idilər.
onların işi və daşıdıkları yük digər bütün rəhbərli şəxslərdən daha ağır idi. Çünki onlar hidayətə çağırdıqları insanların dünya və axirət səadətini istəyirdilər. Həzrəti Muhammed sallallahu aleyh sonuncu və ümumbəşəri bir peyğəmbər olaraq ən üstün insan idi. O Həzrət özündən sonra başçılıq etdiyi müsəlman cəmiyyətini rəhbərsiz qoymamışdı. Bir ailəni başçısız qoymaqdan qat-qat daha ağır və qat-qat daha zərərlidir ki, insan cəmiyyəti rəhbərsiz və öz başına tənha buraxılsın. Əvvəlki dərsdə də işarə etmişdik ki, Həzrət Muhammedin canişini və ondan sonra müsəlmanların rəhbəri İmam Əli seçilmişdir. İmam Əlidən sonra isə növbə ilə digər 11 məsum və pak imamımız müsəlmanların başçısı məqamına layiq görülmüşdür. Lövhə hədisi adlanan məşhur rəvayətə əsasən Kafi 1-ci cild 527-ci səhifə, Kəmaluddin kitabı 1-ci cild 308-ci səhifədə gələn lövhə hədisində Həzrəti Muhammeddən sonra müsəlmanların başçısı və rəhbərləri sırayla aşağıda mübarək adları yazılan pak imamlarımızdır. Birinci imam İmam Əli ki biz ona Əmirəl-Müminin deyərik, yəni möminlərin əmiri. İkinci imam onun oğlu Müctəba ləqəbi ilə tanıdığımız İmam Həsən əleyhissalam. Üçüncü imam İmam Əlinin digər oğlu Seyyid-ü-Şühəda, yəni şəhidlərin seyyidi, ağası kimi tanıdığımız İmam Hüseyn əleyhissalam. Dördüncü imamımız İmam Hüseynin oğlu İmam Əli ibn Hüseyn əleyhissalam ki onu Zeynul Abidin və Səccad kimi, yəni ibadət edənlərin zinəti və çox səcdə edən kimi tanıyırıq. Beşinci imam Muhammed ibn Ali əleyhissalam, yəni dördüncü imam İmam Səccadın oğlu İmam Baqir kimi tanıdığımız, yəni elmləri yaran imamımız. Altıncı imam isə onun oğlu İmam Cəfər ibn Muhammed əleyhissalam ki onu İmam Cəfər Sadiq kimi tanıyırıq. Yeddinci imam İmam Cəfər Sadiqin oğlu İmam Musa ibn Cəfər ki onu İmam Kazım əleyhissalam kimi tanıyırıq. Səkkizinci imam İmam Kazımın oğlu İmam Əli ibn Musa Ər-Rıza əleyhissalam ki qəbri müqəddəs Məşhəd şəhərində yerləşən İmam Rıza əleyhissalamdır. Doqquzuncu imam İmam Muhammed ibn Ali, yəni İmam Təqi və İmam Cəvad kimi tanıdığımız imamımız. 10-cu imam onun oğlu İmam Əli ibn Muhammed, yəni İmam Hadi və İmam Nəqi kimi tanıdığımız pak imam. 11-ci imam İmam Həsən ibn Ali əleyhissalam ki onu İmam Əskəri kimi yad edirik. 13-cü imam isə İmam Məhdi əleyhissalamdır ki, zamanımızda Mövlamız olan ağanın adı əziz Peyğəmbərimizlə eynidir. Amma biz o həzrəti İmam-ı Zaman və ya İmam-ı Hüccət ibn Həsən kimi isimlərlə yad edirik. Uca Allahdan istəyirik və dua edirik ki, bizi pak imamlarımızın və pak Peyğəmbərimizin yolundan əsla ayrı salmasın və bizi onların dostları və ardıcılları ilə dünya və axirətdə bircə və bahəm qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.